Tarın səsini yalnız Azərbaycanda deyil, sərhədlərdən kənarda da təmsil edir. Muğam Aləmi 3-cü Beynəlxalq Muğam Festivalı müsabiqəsinin qalibi Tarzən Şəhriyar İmanov. Yaradıcı mühitdə böyüyən Şəhriyar İmanov yaradıcılığının ilk illərindən ailəsindən böyük dəstək aldığını deyir. Anam musiqi müəllimidir, solfeji müəllimidir və atam rəssamdır. Və sonradan ailədə, yəni məndən böyük 2 yaş böyük bacım da var. Bacım da rəssamlıq sahəsini seçdi. Elə oldu ki, mən də musiqi sahəsində özümü tapmalı oldum. Beləliklə ailədə demək olar ki, 2 cəbhəyə ayrılmış oldu. Musiqini həyatının bir parçası hesab edən Tarzən ilk təhsilini 4 saylı musiqi məktəbində alıb. Daha sonra Bülbül adına musiqi məktəbində və Milli Konservatoriyada oxuyub. Bununla da tarifaçılığı ilə bağlı biliklərini daha da təkmilləşdirib. Uşaq yaşlarında musiqi sahəsi ilə bağlı qarşısına böyük hədəflər qoymasa da, qatıldığı festivallar və qazandığı uğurlar Tarzənin yolunu müəyyənləşdirir. Təhsil aldığı müddətdə konsertlər və səfərlər də daxil olmaqla gərgin iş rejimində çalışan Şəhriyar İmanov bunun asan olmadığını, lakin işini sevdiyini bildirdi. Şəhriyar bəyin qastrol səfərləri hələ musiqi məktəbində təhsil alarkən başlayıb. Tarzən öz çıxışları ilə xarici səhnələrdə də uğur qazanıb. Hazırda Türkiyə, Fransa, Qırğızistan və başqa ölkələrdə Azərbaycan musiqi mədəniyyətini layiqincə təmsil edən Şəhriyar İmanov bildirdi ki, ölkəmizdə ustadların və dinləyicilərin qarşısında çıxış etmək daha məsuliyyətlidir. Simli alətlər ailəsinə daxil olan çox salib seçilən bir alətlərdən biridir. Bugünkü gündə bizim gözəl musiqiçilər tərəfindən gözəl tərənnüm olunmasının nəticəsidir ki, müxtəlif ölkələrdə tarı sevə-sevə və tarın ifasında bizim musiqini sevə-sevə dinləyirlər və bu da əlbəttə ki, bir ifası olaraq çox sevindirir. Öz ifaları ilə insanların mənəvi dünyasını zənginləşdirən Tarzən bugünün musiqi meyarından danışdı. Bilirsiniz, dövrün zamanın hər şeyə öz təsiri olduğu kimi musiqiyə də təsiri var. Dinləyicidən də çox şey asılıdır. Bilirsiniz, dinləyici zövqlü musiqi eşitmək istəyirsə, musiqini dinləyəndə düşünmək istəyirsə, o həmin musiqini tapacaq. İstər efir vasitəsilə, istər internet vasitəsilə. O zövqlü musiqilər həmişə olub, zövqsüz, zövqlü musiqilər həmişə olub. Yetər ki, dinləyici o istədiyi ürəyi, istədiyi ruhu, istədiyi musiqini tapsın və ona qulaq asın və həmin anda da o ruhu dincəlsin, ürəyi dincəlsin. Şəhriyar İmanov yalnız tarda deyil, həm ud, həm də gitarada ifa edir. Uşaq vaxtı ona bağışlanan bu alətlər bugün onun musiqi həyatını tamamlayır. Lakin Tarzən bildirdi ki, başqa musiqi alətlərində ifa etməyi sevsə də, tarın yeri müqayisə olunmazdı. Bir çox mükafatların sahibi olan Şəhriyar İmanov yaradıcılığında Muğam Aləmi 3-cü Beynəlxalq Musiqi Festivalının xüsusi yeri olduğunu vurğuladı. Bu festivalda qazanılan uğur Tarzənin peşəkar fəaliyyətində önəmli addım oldu. Bu festival demək olar ki, bütün həyatımı dəyişdirdi. Həyatımı dəyişdirdi və məsələn, adi bir misal gətirim, tutaq, il ərzində 2-3 səfərlərdə olurdumsa, yəni öz fəaliyyətimdən deyirəm, festivaldan sonra 7-8 ölkə gəzmişəm və bir çox salonlarda, konsert salonlarında Azərbaycan musiqisini təmsil eləmişəm və bu məni həddindən artıq çox məmnun eləyir. Ürəkdən çalınan ifa hər zaman qəlblərə yol tapır. Səsləndirdiyi ifalarla qədim musiqi mədəniyyətimizi yaşadan Tarzən hazırda Milli Konservatoriyada pedaqoji fəaliyyət göstərir. Şəhriyar İmanov qazandığı uğurun səbəbini açıqladı. Bütün uğurların başında zəhmət durur. Zəhmətsiz heç bir şey əldə eləmək mümkün deyil. Çox da ki, istedad və yaxud qanda, canda olsa, yenə də zəhmətsiz heç bir şey başa gəlmir.
çalışmaq, yenə də çalışmaq. Yaradıcı fəaliyyətinə davam edən Tarzənin qarşıda Fransa, Amerika və başqa ölkələrə səfərləri gözlənilir. Şəhriyar İmanov onu da bildirdi ki, onun sevinci, kədəri hamısı musiqinin içindədir. Bugün Azərbaycan tarının dünyada aparıcı mövqe tutması təəccüblü deyil. Nə qədər ki ustad əlləri var, tar hər zaman yaşayacaq.